Salam, hər vaxtınız xeyir. Analitik həndəsədən düz xətlərə aid 12-ci məsələyə baxırıq. Məsələdə deyilir ki, 2x çıx y çıx 10 bərabərdir 0 düz xətt üzərində elə Q nöqtəsi tapın ki, bu nöqtədən M və N nöqtələrinə qədər məsafələrin cəmi kiçik olsun. Əvvəlcə bu tənliyi y bərabərdir kx plus b şəklində yazaq. Y bərabərdir 2x çıx 10. Şərtə görə L düz xətt üzərində elə Q nöqtəsi tapmalıyıq ki, Q nöqtəsi ilə M və N nöqtələrini birləşdirdikdə alınan parçaların cəmi ən kiçik olsun. Birinci addımda N nöqtəsinin L düz xəttinə nəzərən simmetrik olduğu nöqtəni tapmalıyıq. 11-ci sualda nöqtənin düz xəttinə nəzərən simmetrik olduğu nöqtə necə tapılır demişdik. Simmetrik olan nöqtəni tapmaq üçün əvvəlcə N nöqtəsindən keçən L düz xəttinə perpendikulyar olan düz xəttin bucaq-əmsalını tapmalıyıq. Bunun üçün L düz xəttinin bucaq-əmsalı 2-dir, görünür, x-in əmsalı. İndi isə ona perpendikulyar olan düz xəttin bucaq-əmsalını tapaq. Ötən videoda demişdik ki, əgər iki düz xətt bir-birinə perpendikulyardırsa, onların bucaq əmsalları arasında belə bir münasibət var. K1, K2 hasili -1 olmalıdır. L düz xəttinin bucaq əmsalı 2-dirsə, N nöqtəsindən keçən L düz xəttinə perpendikulyar olan düz xəttin bucaq əmsalı K olsun. Gəlin həmin düz xətti keçirək. Düz xətt belə keçsin. Bu düz xəttə deyək L1 düz xətt. Bunun tənliyi bu perpendikulyar olacaq. Bu düz xəttin bucaq əmsalı K ilə işarətliyi bu bərabər oldu -1-ə, K da bərabər oldu -2-1-ə. L1 düz xəttinin bucaq əmsalı -2-1 oldu və keçdiyi nöqtə var -3, 4. Düz xəttin bucaq əmsalı tənliyi yaza bilərik. Burada x0 -3, y0 4 olacaq. Y çıx, y0 yəni 4 bərabərdir -2-1, x çıx -3 üstə gəl 3. Y bərabərdir -2-1 x -1,5 üzərinə 4 gəldikdə müsbət 2,5 yəni 5/2 yəni 2/5. L1 düz xəttinin tənliyini yazdıq. L1 düz xəttinin tənliyi -2-1 x üstə gəl 2/5. İndi isə bunların kəsmə nöqtəsini tapmalıyıq. O nöqtəsi deyək. İki düz xətt bir nöqtədə kəsişirsə, onların kəsmə nöqtəsinin absisi və ordinatı eynidir. Odur ki, L1 düz xəttinin tənliyində y ilə L düz xəttinin tənliyindəki y-ləri bir-birinə bərabər yazıb x-i tapmalıyıq. 2x çıxılsın 10 bərabərdir -2/1 x üstə gəl 5/2/5. 2-yə vursaq hər tərəfi 4x çıx 20 bərabərdir -2x üstə gəl 5. 5x bərabərdir 25, x bərabərdir 5-ə. X-i bu tənlikdə yerinə yazsaq, y 0 taparıq. O nöqtəsinin absisi 5, ordinatı oldu 0. İndi isə N nöqtəsinin L düz xəttinin simmetrik olduğu nöqtəni tapaq. Simmetrik olan nöqtəni N iştirakla işarə edək. N iştirak. Koordinatları olsun A və B. O nöqtəsi N iştirak parçasının orta nöqtəsi olacaq. Çünki N nöqtəsi O nöqtəsinə nəzərən N iştirakla simmetrikdir. Odur ki, biz N nöqtəsinin və N iştirak nöqtəsinin
uyğun koordinatlarını toplayıb yarıya bölsək, O nöqtəsinin koordinatlarını alarıq. Yəni A üstə gəlir mənfi 3 bölü 2 bərabərdir 5-ə. Buradan A bərabərdir 13. B üstə gəl 4 bölü 2 bərabərdir 0. B bərabərdir mənfi 4. N' nöqtəsinin koordinatlarını tapdıq. 13 və mənfi 4. 13 və mənfi 4. Növbəti addımda N və N' nöqtələrindən keçən düz xəttin tənliyini yazmalıyıq. Gəlin həmin düz xəttin tənliyini yazaq. İki nöqtədən keçən düz xəttin tənliyi vasitəsilə yazacağıq. Olacaq x çıx mənfi 5 olacaq müsbət 5 bölünsün 13 çıxılsın mənfi 5 18 olacaq. Y çıxılsın 0 y bölünsün y2 çıx yəni mənfi 4 çıxılsın 0 mənfi 4. İxtisar etsək 2 mənfi 2 9 y bərabərdir mənfi 2 qız çıxılsın 10. Y bərabərdir 9'da 2 qız çıx 9'da 10. Gəlin bu düz xətti də keçirək. Tutaq ki, bu düz xətt belə keçir. Bu düz xəttə deyək L2 düz xətti. L2. L2 düz xəttinin tənliyində yazdıq. Bu tənliyi L2 düz xəttinin tənliyi. İndi isə L2 düz xətti ilə L düz xəttinin kəsmə nöqtəsini tapmalıyıq. Bu Q nöqtəsi olacaq. Bizdən soruşulan Q nöqtəsi həmin nöqtədir. Bunun üçün də 9'da 2 qız mənfi 9'da 2 qız çıx 9'da 10 bərabərdir 2x çıxılsın 10 tənliyini həll etmək lazımdır. Hər tərəfi 9'a vursaq mənfi 2x çıx 90 bərabərdir 18x çıx 90. Burada səhv etdim 10 olacaq. 20x bərabərdir 80 x bərabərdir 4'ə. X'i 4 tapdıqdan sonra bu tənliyi də yerinə qoysaq, bu düz xəttin tənliyini də yerinə qoysaq, y mənfi 2 alarıq. Y bərabərdir mənfi 2. Bu Q nöqtəsinin koordinatlarıdır. Yəni L2 və L düz xətləri bu Q nöqtəsində kəsir, onun koordinatları oldu 4 və mənfi 2. 4 və mənfi 2. Bunu düz bucaqlı koordinat sistemində də göstərmişəm. Sadəcə bizə düz xətt və nöqtələr lazım olduğundan sadəcə onları çəkdim. Koordinat sistemində şəkil bu cür olacaq. İndi isə qısaca nə etmişəm onu deyim. L düz xətti 2 nöqtə verilib, tutaq ki A nöqtəsi və B nöqtəsi. L düz xətt üzərində elə bir nöqtə tapmalıyıq ki, bu məsafə, yəni bir nöqtə tapmalıyıq, həmin nöqtə ilə A nöqtəsini və B nöqtəsini birləşdirdikdə alınan parçaların cəmi kiçik olsun. Bunun üçün B nöqtəsini L düz xəttinin nəzərən simmetrik olduğu nöqtəni tapmalıyıq. Değişdiririk. Daha sonra A və B nöqtələrindən keçən düz xətti ilə L düz xəttinin kəsmə nöqtəsini tapmaq lazımdır. Yəni A nöqtəsi ilə B nöqtəsindən keçən düz xəttləri yazırıq. Bu düz xəttə L2 dedik,
Bu iki düz xəttin kəsmə nöqtəsi olacaq həmin Q nöqtəsi, bizdən soruşulan Q nöqtəsi. Bu nə üçün ən kiçik məsafə olur? Gəlin onu deyək. Nə üçün? AQ plus. Bizdə nöqtələr M-in verilir, mən AB yazdım, heç bir fərqi yoxdur. QB məsafəsi ən kiçik olur. Ən kiçik qiymət alsın. İki nöqtə arasındakı məsafə o zaman ən kiçik olar ki, onlar bir düz xəttin üzərində yerləşsin. Başqa digər hallarda bu məsafə böyük olacaq. Yəni bu məsafə belə də ola bilər. Amma ən qısa məsafə onların bir düz xətt üzərində olduğu haldır. Odur ki, A nöqtəsi ilə B ştrix nöqtələri arasındakı ən qısa məsafə onların bir düz xətt üzərində olduğu haldır. Bu düz xətti keçidik. QB məsafəsi bərabərdir QB ştrix məsafəsi olduğundan nə üçün QB ştrixə bərabərdir? Üçbucaqların oxşarlığına görə. Bu məsafələr bir-birinə bərabərdir. Yəni bura bir O nöqtəsi desək, BO B ştrix O-ya bərabərdir. QO məsafəsi isə hər iki düzbucaqlı üçbucağın katetidir. Bu katetlər bir-birinə bərabərdir. Bu katetlər də bir-birinə bərabər olduğundan QB məsafəsi QB ştrix məsafəsinə bərabər olacaq. Yəni bu məsafələr də bir-birinə bərabərdir. A və B ştrix nöqtələri arasındakı məsafə ən qısa olduğundan AQ üstəgəl QB məsafəsi də ən kiçik qiymət olacaq. Yəni L düz xətt üzərində Q nöqtəsi burada yerləşərsə. Biz də məsələmizdə həmin Q nöqtəsini tapmağa çalışırıq. Q nöqtəsi koordinatları 4 -2 olarsa, MQ üstə gəlinsin QM məsafəsi ən kiçik qiymət alar.